Xocalı, 25 fevral 1992-ci il. Faciəyə çevrilən bir gecə. Sizinlə Doktor Nova. Gəlin daha dərinə baxaq. 1992-ci ilin əvvəlinə doğru şəhər tam mühasirəyə alınmışdı. Əlaqə və təchizat demək olar ki, kəsilmişdi. 25-dən 26-ya keçən gecə şəhərə erməni silahlı birləşmələri tərəfindən hücum başladı. Dinc sakinlər evlərini tərk edir, qarlı, şaxtalı düzənliklərdən keçərək canlarını qurtarmağa çalışırdılar. Havanın temperaturu sıfırdan aşağı idi. İnsanlar saatlarla isti, geyimsiz, ərzaqsız yol gedirdilər. Qaçanların arasında uşaqlar, qadınlar, yaşlılar var idi. Qaranlıq və xaos içində ailələr bir-birini itirirdi. Dinc sakinlərin bir qismi əsir götürüldü. 8 ailə tamamilə məhv edildi. Rəsmi məlumatlara görə 613 nəfər həlak oldu. Onlardan 63-ü uşaq idi. 150-dən çox insan itkin düşmüş hesab olunur. Şəhər regionun yeganə hava limanına sahib olduğu üçün strateji əhəmiyyət daşıyırdı. Bu faciə Azərbaycanın müasir tarixinin ən ağır səhifələrindən birinə çevrildi. O gecə baş verənləri insan ağlı ilə qəbul etmək çətindir. Təfərrüatlar isə xatirəyə hörmət əlaməti olaraq kənarda qalır. 26 fevral hüzn və anım günüdür. Sizinlə Doktor Nova idi.